Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Amil Hacızadənin hökmündən verilən apellyasiya şikayətinə baxılıb. Məlumata görə hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. İttihama görə hadisə ötən ilin 6 oktyabrında gecə saat 23 radələrində Suraxanı rayonu Bəhruz Kəngərli küçəsində yerləşən Həsənoğlu marketin qarşısında baş verib. Amil Hacızadə idarə etdiyi Vaz 2104 markalı avtomobillə ərazidən keçərkən mağazanın sahibi olan qonşusu Zamiq Əsədovun ona ünvanlı söyüş söydüyünü eşidib və tərəflər arasında mübahisə yaranıb. Münaqişə zamanı təqsirləndirilən şəxs zərər çəkmişin sol qulağını dişləyərək ağır xəsarət yetirib. Bundan sonra o dəmir predmetlə zərər çəkmişə bir neçə zərbə vuraraq əlavə xəsarətlər yetirib. Hadisədən sonra saxlanılan Amil Hacızadə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Apellyasiya instansiyası da bu hökmü dəyişdirmədən qüvvədə saxlayıb.